Bu həftə Qoç bürcləri üçün maddi, mənəvi yaxşı hiss eləmədim və vacib məsələləri, vacib işlərimizi bu həftə təxirə salın. İnşallah gələn həftədən yaxşı olar. Bu həftə onsuz da günümüz qısadır. Az müddətli çətinlik, o çətinliyi başa verə bilərsiniz. Buğalar haqqında deyim. Bu həftə yaxşı getməyən münasibətlərimiz və söz-söhbətlərimiz, keçmişdə olan söz-söhbətlərimiz qaydasına qoyula bilər, barışıq ola bilər. Hər şey yaxşı olacaq. Əkizlər üçün heç də uğurlu deyil və ola bilər sizi qıcıqlandıra bilərlər kimlərsə, sizdə mənfi enerji ola bilər və bu mənfi enerji ailəvizin də üstünə tökülə bilər. O haqda da fikirləşməyin heç. Sakit, normal bu həftəni başa vurun. İnşallah gələn həftədən sonra hər şey gözəl ola bilər. Xərçəng bürcləri üçün deyim, bu həftə illərdir çalışmadığınız işləri çalışa bilərsiniz və çalışın, işləyin. Yaxşı pulunuz da ola bilər və ətrafınızda gözəl dostlarınız da ola bilər. Bu həftə Şir bürcləri üçün deyim, siz axı ədalətlisiniz və bu həftə ədalətlə qərar verin. Hər şey yaxşı olacaq. Siz udacaqsınız. Sadəcə olaraq götür-qoy eləyin. Addım atanda da doğru addım atın ki, yaxşı olsun. O cümlədən də onu deyim ki, bu həftə ümumiyyətlə alqı-satqı eləməyin, düşərsizdir. Qız bürcləri üçün deyim, ay maşallah. İllərdir qazanmadığımız bu həftə güclü büdcə artımı görürəm sizdə. Uğur da qazanacaqsınız. O demək deyil ki, pul qazandınız, bu hər şeydir. Xeyr, maddi də, mənəvi də uğur qazanacaqsınız bu həftə. Çalışın. Tərəzi bürcləri üçün deyim, bu həftə sizin üçün darıxdırıcı olacaq, yorucu olacaq, sıxılacaqsınız. Amma gələcəkdə bu həftədə çəkdiyiniz uğursuzluq o demək deyil ki, maddi, mənəvi nələrsə itirə bilərsiniz. Xeyr, sadəcə olaraq daxildən narahat olacaqsınız, sıxılacaqsınız boş-boşuna. Bu gələcəkdə sizi uğur gözləyir. Əqrəb bürcləri üçün deyim, bu həftə sizi gözəl səyahət gözləyir və siz çəkinə bilərsiniz, ehtiyat edə bilərsiniz ki, axı maddi durumum aşağıdır, mən gedə bilmərəm. Maddi durum aşağı da olsa, yenə də istirahətinizə fikir verin, hər şey gözəl olacaq. Ola bilər, o istirahətdə yeni bir dostluq da tapa bilərsiniz və bu sizin maddi artımınıza güclü kömək ola bilər. Oxatan bürcləri üçün deyim, bu həftə kifayət qədər düşərli həftədir və uğurlu həftədir. Siz addım atanda da onsuz da fikirləşib, düşünüb addım atırsınız və uğur həmişə sizinlədir. Oğlaqlar üçün deyim bu həftə. Bu həftə sizin üçün fiziki yorğunluq olacaq və etibar etmədiyiniz insanlarla məsləhətləşməyin. Hər şey gözəl olacaq. Özünüz ağıllı insanlarsınız. Bu həftə dolçaları sevindirin. İllərdir görmədiyiniz, gözləmədiyiniz uğurlar sizinlədir və ola bilsin ki, sizin yolunuzda maneələr ola bilsin. Amma o maneələri elə gözəl keçəcəksiniz ki, heç vaxt keçə bilmədiyiniz o maneələri çox əla keçəcəksiniz və uğur sizinlədir. Balıqlar üçün deyim, bu həftə yeni əlaqələr qurmaq üçün çox gözəl həftədir və özünüzü dağın başına qoymayın. Biraz aşağıdan gedin. Gözəl həftədir və gözəl insanlarla ünsiyyət quracaqsınız. Ona da şərait yaradın ki, sizə yaxın olsunlar. Bu sizin xeyrinizədir.